dənə sual verəcəm. Hamıdan şübhələnməm. Hamıdan. Heç kimə də əmin deyiləm. Bizim TikTok'da videomuzu kim TikTok səhifəsinə verir? Ya da kim arxayınlıqla deyə bilər ki, o video məndən çıxmır? Mən o cümlanın söhbətini eləyəndə iclasda kim var idi? Niyə TikTok səhifəsində yazırlar ki, Ağdaş Peşə Məktəbində hazırda təxminən 7.000 manat məbləğində büdcə kəsiminin olduğu barədə məlumatlar mövcuddur. Bu vəsaitin büdcədə nə üçün eksik olduğu müəmmalıdır. Nazir müəllim çağırıb belə. Yox, günah sizdə deyil. Günah məndədir. Heç kim maaş almamalıdır qanuni olaraq. Günah məndədir ki, mən mərhəmətli insanam. Günah məndədir ki, mən şəxsiyyətə hörmət qoyan insanam. Günah məndədir. Mən günahımı bundan sonra düzəldəcəm. Heç bir problem yox. Dediniz Nazir məndədir. Əyləşdir Nazir məndədir. Nazir məndədir, bizim maaşlarla bağlı problemimizdə qeyri-qanuni nə var? TikTok səhifəsinə yazılan cümləni bayaq oxudum, yarım çıxalım, sıçralım. Ağdaş Peşə Məktəbində hazırda təxminən 7.000 manat məbləğində büdcə kəsiminin olduğu barədə məlumatlar mövcuddur. Bu vəsaitin büdcədə nə üçün eksik olduğu müəmmalıdır. Bu səbəbdən müəllim heyətinin maaşlarının bir hissəsinin ödənişi növbəti aya təxirə salır. Həmçinin tələbələri stipendiyaları da hesablarına tam köçürülmür. Məsələnin və maliyyə çatışmazlığının davamı da nə sabah görülür. Bu məktəbdən başqa hardan çıxa bilər ki? Hamı bilir. Hamı bilir. Biz bu maaşların heç birini vurmaya bilərdik da elə. Birsiz problem nə deməli? Mən kollektivdə söz danışa bilmərəm da. Yox, deməli, ən qəddar yolu seçmək lazımdır. Mənə maraqlı gəlməməlidir da ki, bugünkünün krediti var, bu ay kimə nə lazımdır. Rəsmi şəkildə rəhbərlik bilir, maliyyə bilir ki, konkret olaraq bu ay bu problem var və bu ay maaşlar vurulur.